Girdim videoya baxdım. Görürəm videoda mən deyirəm ki, Azərbaycan kişisi də uşaq pulu istəyər. Valla mən yaraşdırmıram Azərbaycan kişisinə. Bəziləri fahişə qadından beşbetər olub, üzr istəyirəm ifadəmə görə. Və bir anlıq duruxdum ki, bu sözü mən bu cümlələr bu ardıcıllıqla demişəm. Həqiqətən özüm də inandım dediyimə. Dedim canlı efir demişəm. Bunu əməkdaşlar da tutmadı. Çünki sonradan bilirsiniz ki, o shorts videolar kəsirik, biz paylaşırıq əsas hissələri. Deyirəm ki, yox, bir də baxıram anlamaq üçün. Gördüm ki, montaj olunub bu, belə deyək də, bir kadr atdı. Ondan sonra gəldim uşaqlara dedim ki, videonu açın. Videonu açdılar və diqqət edim. Amma bir də həyəcanım var ki, bu cümlənin arxasından bunu demişəmsə, məni söyən düz eləyir, söyür. Amma bilirəm ki, deməmişəm. Bir də baxdım ki, deyirəm ki, Azərbaycan kişisi, kişi də uşaq pulu istəyər. Mən kişiyə yaraşdırmam. Mən bunu atamdan da görməmişəm, qardaşımdan da görməmişəm deyirəm və deyirəm ki, qoyun bunu qadın istəsin, ana istəsin. Axı o uşağın əziyyətini çəkir, uşağı dünyaya gətirir. Bilirsiniz ki, uşaq dünyaya gətirmək ölüm, qalım mücadiləsidir. Ana olanlar bunu bilir. Desin ki, dövlət, mən sənə oğul böyütdüm, əsgər verirəm. Mənim övladımın haqqını ver. Kişilər gəlin, İş yerləri istəyin siz, bölgələrdə iş yerləri açılsın. Bunun ardından danışıram, fikrim bitir və ondan sonra da gedirəm ki, bəziləri var, qadınların şəkillərini qoyurlar, üstünə biədəb sözləri yazırlar. Öz evində anasına hörmət eləyən birisi bilməlidir ki, o şəklin qoyduğu qadın da kiminsə anasıdır. İstəyir düz danışdı, istəyir səhv danışdı. Mən çox təəssüf eləyirəm ki, bugün o Azərbaycan kişisi modelini də bəziləri o qədər cılızlaşdırıb. Biz bunu qaldırmaq istədikcə, bunu buradan dartırlar söyüşləri ilə, təhqirləri ilə. Bir daha da gəlirəm, bu Azərbaycan kişisi deyil. Bu təsadüf nəticəsində, nə bilim, ola bilsin ki, 2-3 saniyəlik bir ehtirasın qurbanı olanlar da. Mən normalda bunu belə deyirəm. Niyə?